İşğaldan azad edilən ərazilərə böyük qayıdış prosesi davam etdirilir. Bu dəfə 110 ailə, yəni 397 nəfərdən ibarət köç karvanı Ağdama doğru yola salınıb. Uzun illərin əsrətindən sonra ata-baba torpaqlarına qayıdan sakinlər sevinç və qürur dolu anlarını əməkdaşlarımızla bölüşüblər. Səhərin erkən saatlarından etibarən yola hazırlıq görülür. Uzun illərin həsrəti, sevinç və qürur hissi ilə əvəz olunur. Ailələr avtobuslara əyləşərək azad olunan Ağdamda yeni qurulan həyatlarına doğru ilk addımlarını atırlar. 10 illiklər boyu yurt həsrəti ilə yaşayan insanlar bu günü səbirsizliklə gözləyiblər. İndi isə həmin həsrət doğma torpağa qovuşmağın sevincinə çevrilib. İki qızım qayıdır uşaqlarıyla. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Onların sayəsində yəni biz bir gün torpağımıza qayıdırıq. Uşaqları orada böyütmək, oxutmaq, nəvələri, nə qədər çəkdiyimiz çətinlikləri son qoymuş. Sevincimizin həddi-hüdudu yoxdur. Hisslərimiz yəni ən qürur verici gündür günləri. Ağdam sakinləri deyirlər ki, bu torpaqlar onlar üçün sadəcə bir yaşayış məkanı deyil, bu xatirələrin, uşaqlığın və itirilmiş illərin yenidən qazanılması deməkdir. Ağdam torpağına qayıdırıq. Çox sevinirik. 26 yaşım vardı, indi 60 yaşım var. 3 nəfər qayıdırıq. Gedək torpağımızda yaşayaq, iş quraq, çalışaq da bizim vətənimiz olaraq. Qalaq orada iş quraq. Ağdamın yenidən qurulan küçələri, bərpa olunan evləri artıq öz sahiblərini qarşılayır. Qarabağda həyatın yenidən canlanması gələcəyə inamı daha da möhkəmləndirir. Şükür Allah'ın böyüklüğüne, büyüğünü çox həsrətlə gözləmişik. Sevincimizin həddi-hüdudu yoxdur. 19 yaşında çıxmışam, 53 yaşım var. Gəlinimdir, oğlumdur, nəvələrimdir, 5 nəfər. Özümlə 5 nəfər. Qayıdıb vətənimizə işləyək, uşaqlarımızı məktəbə qoyaq, orada həyatımızın qalan hissəsini orada davam edək inşallah. Birinci növbədə Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin ki, bizə bu günləri yaşatdılar. 7 yaşımda çıxmışdım, 40 yaşım var. İnşallah yaxşı olacaq orada, hər şey yaxşı olacaq bilirik ki. İllər sonra doğma yurda dönüş hər bir sakin üçün yeni başlanğıc, yeni ümidlər deməkdir. Ağdam yenidən dirçəlir və bu torpaqlarda həyat bir daha öz axarına qayıdır. Uzun illərin sükutunu indi uşaqların səsi, həyət bacada yenidən alışan ocaq əvəz edir. Bərpa olunan evlər, yenidən qurulan küçələr bu torpaqlarda həyatın davam etdiyini göstərir. Qayıdan sakinlər isə artıq gələcəklərini öz doğma yurtlarında qurmağa hazırdılar. İşləmək, yaşamaq və yeni nəsli bu torpaqlarda böyütmək əzmi ilə Ağdamda həyat yenidən başlayır. Qeyd edək ki, növbəti köç Ağdam şəhərinə çatıb, ailələrə yeni mənzillərinin açarları təqdim olunub.